Dünyada ilk dəfə ağıllı tərpənən ata ucuz düşən torpaq sahəsini aldı. Eşidənlər heyrətini gizlədə bilmir. Adətən atalarımızdan eşidirdik ki, nə vaxtsa ucuz torpaq sahəsi düşüb, amma bu dəfə fərqli oldu. Biz çox nadir görülən hadisənin fərqindəyik. Biz həmişə atalarımızdan eşitmişik ki, filan yerdə ucuz torpaq var idi, amma ağlım olmadı, almadım. Amma bu gördüyünüz bu kişi, mənim dədəm, ağıl işlədib. Tarixdə ilk dəfə bu gördüyünüz torpaq sahəsini alıb. Ha, qızım, mən inanırsan şokdayam özüm. Dünənlər mən nə qədər yerdən zəng eləyiblər. Guinness-in rekordlar kitabından, BBS-dən, CNN-dən hamısı zəng eləyiblər ki, valla biz şokdayıq. Bu necə baş verdi? Hə, xanım, deməli bax mənim babam mənim qoyurdu qabağına danışırdı ki, yəni onların vaxtından bəri, yəni o elə fürsətlər düşüb əlinə, yəni kişi xeylağı o fürsəti dəyərləndirə bilməyib. Hamı bilsin. Çox xahiş eləm, ata, çox xahiş eləm. Bu gördüyünüz mamam da o vaxtı elə olmuşdu amma bunu da bir varlı adam istəyirdi, babam danışıb mənə. Verməyib, verib buna. Amma versəydi biz indi neynirdik, şəllənirdik. Yəni indi belə, məsələ budur. Biz vaxtında ağıllı tərpənən nadir atanın övladlarıyıq. Hamı bilsin. Mənim vaxtında ağlım olubdu və bu gün o gündür. Çox sağ ol. Dəqiq özür istəyirəm, zəhk gəlir. Alo. Ya sənət işləridir, 100. Hə, Firdovsi. Almışam bu gün, hə. Nə danışırsan? Almayayım deysən? Hə, nə almır? Hə, yaxşı. Ay baba. Nəysə, adboy. Firdovsi deyir ki, buranın yolları pis gündədir. Anladım. Dağılışırıq, aparıram, qaytarım torpağı. Davay, düşün qabağıma, düşün. Ay baba, nə olar? Arvaç, sən niyə qulaq? Sənə Firdovsi'nin iş qulaq. Sənlə danışacağım o varlı kişi söhbətini. Yox, sən Firdovsi'nin iş qulaq. Çıqa baxmayın. İşə girmək üçün 3 ildir sənət yığır, amma sənətlər bitmir ki, bitmir. Oradan arayış al, buradan xasiyyətnamə al, o sənədi düzəlt, bu sənədi düzəlt. Artıq 3 ildir ki, insan sənət yığır, ev dolu sənət sünətdir, hər yerdən kağız tökülür. Xanım, 490 manat maaş alacağım, işə görə yığdığım bir dənə sənətlərə baxın, çox xahiş edirəm. Deməli, burada nə var? Burada var Fədail Atının bağ evinin küçəsi. Sonra, bax, burada çöl ördəkləri nəzarət komitəsindən icazə. Sonra, bax, burada var, deməli, Qafqaz bəbiri ilə şəkil. Sonra var burada Côte d'Ivoire pasport stolundan icazə. Ronaldonun Portugaliyadakı ata evinin küçəsi. Ronaldonun oxuduğu universitetin diplomunun katalon dilində tərcüməsi. Sağlamlıq haqqında arayış almısınız? Mən bu boyda şeyi alan oğlan mənəm də. Yəni sağlamlıq vapşem, o vapşem üzründə heç danışmaq istəmirəm. Deməli bax gedirəm sağlamlıq haqqında arayışı alıram. Çıxıram indi əsəbdən, stressdən də gedirəm başqa sənətdən daha da düşürəm. İndi nə qədər sənət sünət var da. O isti də vurur başıma, burnum partlayır, burnum qanayır. Təzədən xəstələnirəmmi? Bir də qayıdıram təzədən xəstəxanaya. Xəstəxanadan yenə arayış alıram, yenə çıxıram, yıxılıram, qolum çıxır. Yenə təzədən qayıdıram. Bax belə düşmüşəm bir labirintdə. Get gəl, get gəl. Bax mən yorulmuşam, bezmişəm. Çox üzr istəyirəm. Alo. Bizdə sənətlərdə əskiklik var. Nə? Santiago Bernabéu stadionunun direktorundan arayışı lazımdır. Ay qardaş, mən Santiago Bernabéu'nun direktoruna mən nətər alım arayışı? Bu sizin probleminizdir. Ay yığım. Ay istəmirəm. Ay istəmirəm, sən Allah qutar. Ay sən Allah qutar, nə? Qutar istəmirəm bax şey. Mən də o da apar yandır bunlar, istəmirəm. Məmur qəribə pəhrizə başladı. Rüşvət pəhrizi. Bəli, düz eşitdiniz. İllərdir rüşvət alan məmur bu yolla rüşvəti azaltmağı düşünür. Mən illərdir rüşvət alırdım. Axır qərara gəldim ki, mən pəhriz saxlayım. Çünki artıq sağlamlığım əlimdən gedirdi. Mən gördüm piylənmə verir, şişmə verir, boynumun arxası, qulağımın dalı, ətlənmə gedir məndə. Mən də qərar aldım ki, pəhriz saxlayım. İndi səhər biraz miqdarda qəbul edirəm. Günortaya qədər, saat 3-ə qədər az miqdarda, birincidən səhərdəkindən biraz daha az miqdarda qəbul edirəm. Axşam 6-dan sonra kateqorikni mən onu götürmürəm, çünki artıq sağlamlığıma ziyan. Bəs necə dözürsünüz? Sizin üçün çətin deyil belə? İnsan gərək nəfsinə qalib gəlsin xanım, düzdür, amma mən də nəfsimə qalib gəldim. Çox əziyyətlər, çox əzablı günlərdən keçdim, çox əziyyət çəkdim, amma nəticə etibarilə qalib gəldim. Məsəl üçün, dünənləri bir iş var idi. 5000, nə az nə çox, 5000 təklif edildi. Bir torpaq məsələsi var idi. Bu neysə, indi açıb ağıtmanın yeri yoxdur. İndi mən dedim, özünüz bildiniz.
Mən götürmədim. Çünki 6-dan sonra mən onu qəbul eləsəm qarnım çıxır və çox güclü şəkildə harınlayıram və qorxuram. Lazımdır. Bu nədir? Naşır müəllim, o məsələmi həll eləyərsiniz. Hə, o məsələni. Bəli. Saat neçədir? 4. Hə, saat 4. 4-dür, amma burada biraz çoxdur. Çünki bu günləri normamı keçmişəm. Çünki bunu da hamısını götürsəm, başlayacaq mənim mədəm joga verməyə. Amma 2 dənəsinin dadına baxa bilərəm. Biraz dadına baxacağam. Çox sağ ol. Hə, yəni belə, bax mən elə çalışıram ki, nə qədər lazımdır qoruyum. Elə qoruduqca da bax belə sağlam yaşayıram, daha rahat nəfəs alıram. Mənim bax indi yəni hamıya da məsləhətim odur ki, çalışın, fit rüşvət alın. Çünki fit rüşvət nə qədər alsanız, o qədər sizi qoruyacaq və sağlamlığınıza, yeriməyinizə, həyatınıza çox böyük rol oynayacaq. Fit rüşvətlə qalın, sağlam qalın. Ad gününə gətirilən köynək 18 ildir əyninə olmur. Üsyan edən şəxs qohumlarına görün nələr dedi. Xanım, ilk öncə onu demək istəyirəm ki, bu günlər mənim ad günümdə 30 yaşım olur. Təbrik edirəm sizi. Çox sağ olun, çox sağ olun. Deməli 18 il bundan qabaq, 12 yaşımda yəni, xalam bu saroçkanı mənə gətirmişdi ki, ala geyin. Giyindim, oldu belə ayağımdan, dedim ki, cəhənnəmdə 2-3 il keçər, olar əynimə. 2-3 il keçdi, olmadı əynimə. Dedim, nəysə, gedim əskərliyə gəlim, olar əynimə. Getdim əskərliyə gəldim, yenə olmadı əynimə. Getdim trinajora, kaçka bastım, protein yedim, nə bilim, gündə 5 dəfə yemək, 6 dəfə yemək. Qardaş, olmur bu mənim əynimə. Bu nə idimsiz saroşkadır, nə yekə saroşkadır bu? Bəlkə dərziyə verib biraz yığdırasınız. Dərziyə verib yığdırmaq nədir? Mən bu materialından 3 dəfə uşaqlara əyninə paltar tikdirmişəm. Bu nə qədər də dərziyə versən, yığdırsan, bu yığılmır. Bunun idimi yoxdur, idimi yoxdur. Xalam mənə bunu verəndə qayıtdı dedi ki, ala böyük oğlan olasan. Buradan xalama səslənmək istəyirəm ki, xalam mən böyük oğlan oldum, bu mənlə get-gedə böyüyür, mən qorxuram bu saroşkadan. Xanım, mən bir ayda işə gedə bilmirəm, sorusun niyə? Niyə? Çünki bu saroşkanı bağlamaqdan başlayıram. Bura çatanda müdür yığır ki, hardasan, niyə işə gecikdin? Saroçkanın altından nəsə geyinmisiniz? Altından nəsə geyinmisiniz nədir? Bu altından 3 dəfə də kurtka geyinsən, bu düzələn bir şey deyil. Bu sənin əyninə belə dayanacaq. Mən o bilmirəm nə edeyim. Mən fikirləşirəm ki, bunu belə çadırlara zada arendaya verim, qoy belə palatka zada açsınlar bundan. Başqa nə edə bilərəm? Bu nə idimsiz saroçkada bu?